Korroziya nədir? Korroziya paslanma deyilir. Yəni metalların paslanmaya qarşı paslanmaya məruz qaldığı metalların aşınmasıdır. Korroziya deməsi nə deməkdir? Aşınma deməkdir. Dəmir məmulatların paslanması, korroziyasına isə ümumi paslanma deyilir. Tutalım ki, dəmir parçası var. Dəmir parçasının işarəsi T-dirlər. Bu zaman nə baş verir bunda? Hansı kimi mühafizə edir? Reaksiya yaza bilərsən. Su damlası və havanın oksigenlə reaksiya edir. Oksigen O2-dir. O2-nə reaksiya edir. Nə ilə gəlir? Termik, OH, bu arasından nə rənglədir? Qaz deyil. Çöküntüdən aşağı qoysunuz. Qonur rəngli çöküntüdürlər. Hansı metallar ümumiyyətlə paslanmaya məruz qalmır? Korroziya. Qızıl laqlatın ümumiyyətlə paslanmır. Korroziya mühafizənin hansı üsulları var? Sular alınır. Burada bəzi maddələrin üzərinə məsələn laktır, korroziya örtükləri çəkilir. Korroziya örtükləri. Bu örtüklər hansılara ola bilər? Laktır, sonra emaldır. Başqa metallar da ola bilər, üzərinə çökürsən? Ola bilər. Lak, boya, emal. İkinci üsul nədir? İkinci üsulda korroziyaya qarşı davam olması üçün hazırlanan ərdifinin üzərinə bəzi maddələr. Məsələn, poladın tərkibini əlavə edirdik. 12% xrom əlavə edirdik. Bu paslanmayan polada çevrilir. Üçüncü üsul nə idi? Üçüncü üsulda elektrokimyəvi üsul var. Burada digər protektor mühafizə edilir. Üzərinə daha aktiv metalı protektor edir, tərtib edir. Yanında. Dördüncü üsulumuz nə idi? Dördüncü üsul mühitə qarşıda təsir olmaması üçün onlar inhibitor adlanan üzərinə maddə əlavə edilir. Məsələn, orada bir nümunə yazılmışdır ki, şifon üstünün polad qablarında aşınması zamanı inhibitor vasitəsilə. İnhibitor nə deməkdir? Yavaş. İnhibitor deyil. Reaksiyanın azaldı. Reaksiyanın sürətini azaldan maddələrə deyilir. Yaxşı, sonra biz lityum yarımlı periodlarını keçdik. Lityum yarımlı periodları neçədir? Lityum, kalsiyum, Kalsiyum, lityum, Yaz ötəzdən lityum, natrium, kalium, kalium, rubidium, sezyum, seryum və fransiyum. Lityum sözünün mənası nə deməkdir? Daş, natrium, soda, kalium, qələbi deməkdir. Bunlardan simyolon. Ən geniş yayılanı hansıdır? Bıçaqla kəsmənləri hansıdır? Lityumdan başqa Yəni, bəli, lityumdan başqa digərlərini bıçaqla kəsmək olur. Bunlardan lityumdan fransiyuma doğru getdikcə, baxın yazıqlı sırayla. Ərimə temperaturu necə dəyişir? Artır yoxsa azalır? Ərimə temperaturu azalır, bərklik də azalır. Çünki lityumu kəsmək olur, əksərəmə kəsmək olur. Deməli, azalır, yaxşı. Həm bərkliyi, həm ərimə temperaturu azalır, sıxlığı artır. Aydındır? Yaxşı. Bunlar səncə aktiv metallardır, yoxsa pasiv? Aktiv metallardır. Yeni oksidasiya basırdır. Bunlar çox aktivlərdir. Ən aktivləri başda olan lityum, məsələn, kalium belə. Yaxşı. Bunların su ilə reaksiyasından danışaq. Lityum üzəri gəl su. Lityum OH üstə gəlsin hidrogen qazı. Bəs natrium üzəri gəl su. Natrium və kaliumu harada saxlayırlar? Yazmasından yazalım.
Ağzınızda. Ağırlıqda. Bəs litiumu? Bazilində. Niyə onu da ağırlıqda saxlanırıq? Çünki yolda üçün üstə çıxır. Aha, üstə çıxır. Yaxşı. Natrium harada istifadə olunur? Natrium bəzi tütün Əlvan metallurgiyada ya da servisdə istifadə olunur, elə? İstilik daşıyıcılarına falan istifadə olunur. Bunlar heç. Bir də qaz çıxarılmasında katalizatör kimi istifadə olunur. Cesium işıq enerjisini elektrik enerjisinə keçirilən fotoelementlərlə tətbiq edilir. Yaxşı, keçək əvvəlki mövzulara. Metalların ümumi fiziki xəstələri nələrə aiddir? Bilək, ya, ümumi fiziki xəstələri nələrə aiddir? Metal parıltısı, metal parıltısı, metalların yüksək istilik və elektrik keçiriciliyi, bir də plastiklik. Plastiklik deyəndə nə başa düşürsən? Yəni öz formasını saxlayır. Yəni qırılmadan dəyişir, eləmi? Yaxşı, ən plastik metal hansıdır? Qızıl 3 metrə qədər. Aha, 3 kilometrə qədər. Ən bərk metal hansıydı? O ən ağır metaldır, ən bərk xromdur, yaxşı. Ən bərk metal xromdur, ən plastikdir. Ən yaxşı işıq enerjisini əks etdirən parıltısı. Müəllim, söz tutulur. Bunu müəllim üçüncü günə vermirsiniz bu dərsi? Dedim, Adilən qrupa yazmışdım, dedim, bu gün öyrənim. Üçüncü gün dərsi deyilik, üçüncü gün yazmalı olduğumuz dərsi deyirəm, üçüncü gün ancaq dərsi yazacaq, bu gün dərs danışacaq. Qrup məndə yoxdur, telefon yox idi qrupda. Oxu hələ, oxu. Boş qalma oxu odanı. Yaxşı, ən parıltı metallar hansıydı? Civə və gümüş. Yaxşı. Civə otuq temperaturlarında da Maye halı. Ən yumuşaq metallar? Natrium. Natriumdan kalium. Natrium, kalium. Litium sahibəsinə olmaz. Natrium və kalium. Ərinti nəyə deyilir? Ərinti necə? Onların ərintiləri başqa metallardan İki və daha farklı. Bəli, metalın əritilir, soyulur, qarışdırılır, işlənir. Yaxşı, metalların alınma sularına denən? Metalların alınma suları üsulla alınır, pirometrologiya, elektrometrologiya və hidrometrologiya. Bunların açar sözlər nə idi? Elektrometrologiya, açar sözü, pirometrologiya, elektroliz, pirometrologiya da məhlul, sonra hidrometrologiya. Hidroda nə oldu? Hidro su demişdə məhlul. Yəni məhlul. Elektrod